Burada deyir ki, torpaq fondunun insanlar tərəfindən mənimsənmə dərəcəsinə görə azaldılması. Hı -hı. Burada birinci olacaq becərilən sahə. Becərilən sahə demək insanlar tərəfindən mənimsənmə dərəcəsinə görə azalan sırasında deyirsən, yəni ən çox istifadə olunan torpaqlar becərilən torpaqlardır. Elə demək istəyirəm. Yaşayış məntəqəsi də ola bilər, amma Elə yaşayış məntəqələridir. Çünki insanlar ən çox yaşadıqları ərazinin, məsələn, insanlar daha çox çöldə əkdikləri əkin sahəsinə daha çox təsir göstərir, yoxsa həyatyanı ərazilərinə həyat yolu və, ərazi. və ya sənaye, məsələn, yolların çəkildiyi, məsələn, ərazilər, sənaye obyektləri. Təbii ki, ora daha çox tullantı və s. atırlar və yaxud üzərində nə isə inşa eləyirlər. Bəzən tikililər altında qalan torpaqlar əbədi olaraq öz məhsuldarlıq qabiliyyətini itirir. Ona görə birinci yaşayış məntəqələri altında olan torpaqlar. Onda yaşayış məntəqəsi, sonra becərilən sahə, çəmən otlaq, sonra meşə kolluk, sonra da az yararlı yararsız torpaq sahəsi. Aha, doğrudur. Demək, bu da oldu hansı variant? B variantı. E variantı. D variantı daha doğrusu. Sonra Aygün buyur. Qərb şəhərin təsirinə məruz qalan məntəqələri istəyir. Hı -hı. Burada daha şimalda, daha cənuba, yəni qütbə yaxın əraziləri götürsək, məsələn, Mülayim 2-ni, enliklərdə 5-ni, demək istəyirsən də yəqin ki. nəyi? Mülayim enliklərdə yerləşən Hə, ərazilər. elə demək istədim. Belə. O 2-ni da dedin. 1, 2, 5 5, evində. bəli. Bir də 1, bəli. Çünki əsasən qərb küləkləri tropiklərdən hansı istiqamətə doğru hərəkət edir? Mülayimə. Mülayimə doğru hərəkət etmiş olur, doğrudur. Bəs tropiklərdən ekvatora doğru əsən küləklərin Pastat çörəklər. doğrudur. Sonra Aysel buyur. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ sistemləri üçün ünlü olmayan xüsusiyyətlər. Burada vulkanik suxuların geniş yayılması olar. Doğrudur. Çünki o ancaq hansı ərazidə geniş yayılıb? Vulkanik Deməli, Əsasən Kiçik Qafqazda daha geniş yayılıb, Böyük Qafqaz ərazisində deyil. Polimetal hər ikisində var, hansı ki Naxçıvan dağlıq hissələrində, sonra Kəlbəcərdə Mehmana yatağı, bir də Zaqatala və Balakən rayonlarında Kastatçay, Mazımçay, Filitçay bu kimi yataqlar var. Cavan dağlardır. Azərbaycanın bütün dağları cavandır. Geniş meşə massivləri ikisində də var. Dəmiyə keçiliyi ikisində də var. Rütubətlilik çoxdur dağlıq ərazilərimizdə. Sonra Aysel buyur. deməli Azərbaycanda Zülüsə. Əsmər buyur. Burada deyir ki, Azərbaycanda buxarlama qabiliyyəti böyük, buxarlamanın isə kiçik olduğu. Burada düzən əraziləri götürürdük də. Bəli. Ona görə də C-dən D variantını atırıq. Talış dağlarının Lənkəran ovalığını. Abşeron Qobustan Böyük Kiçik Qafqazın orta dağlığı götürürük. Özün dediyin fikir necə idi? Dedin nəyi götürməliyik? Düzən ərazi. Ona görə bunları götürmürük. Dağlıq ərazisini götürmürük. Sonra? Sonra Y variantını da götürmürük. Doğrudur. Kiçik Qafqaz A var. variantını götürürük. Bəli, burada Böyük Qafqaz. Harda yağıntı az, amma istilik çoxdursa, yəni yarım səhra əraziləridirsə, onlar seçəsən. Çünki yarım səhralarda buxarlanma qabiliyyəti çox, yağıntının miqdarı isə nədir? Azdır, düzdür? Elədir, yaxşı. Sonra demək, bunu da keçdik. Keçək, Ayseldən sonra demək, Əsməri qeyd elədik, sonra kim qalıb? Həsən Yusifzadə. Sırayla gəlirəm, ad-bad. Həsən, buradasan? Bəli, müəllim, buradayam. Mən 55 dedik. 55 demədi. Məsələ idi, qaldı o. Aha, keçmişəm üstündən. Həsən, buyur. Bəli, bir ildə Azərbaycanın sənaye məhsul sahələrinə qoyulan investisiyanın 55%-ni xarici, Aha. 2,125 milyard manatını isə daxili investisiya təşkil etmişdir. Onda müəllim 45%-nə 2,125 bərabər. Deməli, Azərbaycanlıların təsərrüfata qoyduğu investisiya %25 milyard. Ümumi Yüzdə də müəllim X götürürük. Ümumi xarici və daxili şirkətlərin qoyduğu investisiya X-dir. Aha. Burada müəllim tapırıq
Nə 5 qədər? eləyirdi. 5, bəli, 5 milyard. Deməli, ümumi investisiya qoyulub 5 milyard. Keçən əvvəlki birinci ildə düzdür. Sonra növbəti ildə isə ümumi investisiya olub 4,5. İnvestisiya azalıb. 4,5. Aha, sonra nə edəsən? Ya, investisiyanı neçə faiz azaldın? 4,5-i bölürsən 5-ə vursan 100. O neçə faiz eləyəcək? Böldün tutaq. 90% eləyir. 4,5-i vurdun 100-ə, böldün 5-ə. Nə qədər elədi? Neçə faiz? 90. Ha, 90%. İndi 90% azalır, Yox, 10% Xeyr. azalır. 10% 10% azalır. azaldın. Çünki bəli, ümumi gördüyün kimi burada investisiya aşağı düşüb. İndi 4,5 var. Yəni 5-ə çox yaxın bir rəqəmdir. 90% var. Bəli, burada azalan investisiyanı tapmaq üçün demək 100-dən çıxa bilərsən, yaxud belə də eləyə bilərsən. Nə qədər investisiya azalıb? 0,5. Ümumi nə qədər idi? 5 milyard idi, düzdürmü? Ümumi Bəli. 100%-dir. 0,5 isə x birbaşa onu tapa bilərsən. Yəni azalanı 0,5-i vurub 100-ə bölə bilərsən nəyə? 5 milyarda 5-ə. birbaşa 10%-i tapasın. Aydındır? Bəli. Sonra demək Həsəndən sonra Firə buyur. Küraraz ovalığının Xəzər dənizinin birbaşa çıxışı olmayan düzənlikləri. Deməli, Lənkəranın çıxışı var, Şirvanın çıxışı var, sonra Salyanın çıxışı var. D-də də Heç kim dinlənməsin zəhmət olmasa. Sonra? Aha. səhv dedim. Yo, davam elə. 7-də Salyanın çıxışı var. D variantı məncə. Burada Ovalığı deyir o. burada Küraraz ovalığı deyilir. Küraraz ovalığı Aygün biraz müdaxilə edə bilərsən zəhmət olmasa. D-də Arazboyu uyğun gəlmir. Cavab B variantıdır. Şirvan elə Niyə görə Arazboy uyğun gəlmir? Çünki Arazboy Küraraz ovalığına aid deyil. O Araz çayının demək aşağı axarındadır. Cəyan İnci hərəmi. O Küraraz ovalığına daxil deyil. B variantı idi bəli cavab. B variantında burada nəyi yanlış qeyd elədik? Şirvanın üstündən xətt çəkdik. Əslində xətt çəkməli olduğumuz düzənlik Şirvan yox, hansı düzənlik olmalıydı? Cənub-şərq. Şərqi Şirvan. Çünki Şirvanın Xəzər dənizinə çıxışı yoxdur, düzdür? Çünki o, bəli, Şirvan onun sağı, yəni ondan sağda yerləşən, onun şərqində yerləşən Cənub-Şərqi Şirvan düzünün Xəzərə çıxışı var. Onun çıxışı yoxdur. Sonra Həsən, tək Həsən adı yazılan Həsən. Deyir, Tanqanika gölünün Afrikanın ən dərin göl olmasının səbəbi Aha. məncə sınma zonasında yerləşir. Bəli, 100%. Orada bir dənə sınma zonasına uyğun gəlməyən Viktoriya gölüdür. O şərqdə yerləşdirdiyi platformanın əyilmə sayəsindədir. O səbəbdən o dərin deyil. Qalan Tanqanikada, Rudolflu, Nyasa gölləridir. Tektonik çat üzərində yerləşir. Sınma zonasındadır. Bu səbəbdən onlar dərindir. Maksud. Dinliyorum. Deyir, A nöqtəsindən başlayaraq əvvəlcə 270 dərəcə azimutda, yəni əvvəlcə qərbə doğru hərəkət eləyiblər 90 dərəcə. O da 100-dən gedəndə 0-ı keçir, olur qərb yarımkürəsində 10 dərəcəyə geri düşür. 270 azimutla 90 dərəcə hərəkət edibsən. A neçənci dərəcənin üzərindədir? Hə, 100-dədir, onda 10 dərəcəyə düşür. 10 dərəcə şərq. Şərqə bəli. 100-dən demək 90 çıxanda eləyir 10 dərəcə şərq zonluq. Sonra isə 180 dərəcə azimutda 2220 kilometr gedir. Bu da meridianın üstündə gedib deyə 2220 bölürük 111-ə, o da eləyir 20 dərəcə. Hansı istiqamətə hərəkətdir bu? Cənuba doğru. Aha, 20 dərəcə cənuba gəlsək? 60-dan düşür, 60-dan 20 çıxanda 40 dərəcə olur onda. Aha, bunda koordinatı nə oldu? 40 dərəcə şimal enlik, 10 dərəcə şərq uzunluq, C variantı. Sonra Müjgan, bir dəqiqə hazırlaş, mən də sualı qaldırıram yuxarı. 59. Hələlik ad-bad çağırıram sırayla. Burada adlar məndə sırayla düzülüb. Bəzisinin adı düşməyib amma. Limal qaldıran düşməyib adı. Yox, düşüb, əl qaldırmayan düşüb. Sadəcə olaraq əl qaldırmayanları da dindirirəm ki, o bəziləri əl qaldırmıyor. İsa buyur, yaxşı, əl qaldırmısan. Müəllim, Buyur. mənim dərsim var indi, getməliyəm. Olar mən çıxım,
Video izaha baxaram da sonra. Yaxşı. Nə vaxt tutarsa qayıt da, əgər tez tutarsan. Yaxşı müəllim, oldu. İsa buyur. Deyir ki, mineral xammalı neft ixracat ölkələri Rusiya, Nigeriya, idxalçı Fransa, Polşa. Bu düzdür. Nefti demək Rusiya ilə Nigeriya satır, Avropa ölkələrinin əksəriyyəti alır. Bu düzdür. Bəli. Olar. Ki, səhvdir. İranla Bax, birinci nəyə diqqət edirik? Bizdən düzgün sıranı soruşur, yoxsa aid olmayan sıra? Bax, birinci sualı oxumaq lazım. Ən yaxşısı, düzdür? Sonra, bu düzdür. ki, yanlışdır. İran yəni idxal eləmir qazı. Bəli, Əlcəzair də idxal eləmir. Əlcəzair özü hansı ölkələrə qaz satır, xüsusilə Aralıq Cənub Avropa ölkəsinə. İtaliya ilə İspaniyaya boru kəməri çəkilib Aralıq dənizinin altı ilə. Sonra Doğrudur. Daş kömür Cardan Abşdan İtaliyaya, Danimarkaya satılır. bu düzdür, düzdürmü? Hər Bəli, ikisində dörd də zəngin daş düzdür. kömürə ehtiyac var Carla ABŞ-da. ABŞ əslində xam mal ixrac etmir, amma daş kömürü satır. Sonra Bəli. 4 də doğrudur. Filiz Avstraliya, Liberiya, Niderland. düzdür, Niderland Yaponiyaya satır, doğrudur. Yaponiyanın heç bir təbii sərvəti yoxdur. Niderland da demək olar ki, neft qazdan başqa digər sərvəti yoxdur. Avstraliya ilə su ilə ixrac eləyir. Ukrayna Bəli. ixrac eləyir. Rusiya ixrac eləyir. Düzdür. Demək, Arzum buyur. A variantı da dediyim variant, düzdür? Bəli. Burada 5-də də Surinam özü Ukrayna qeyd elədin ki, nə edir bunlar? Xammalı əsasən ixrac edirlər. Bu tip növ məhsullar boksit yox, aliyunit əslində. Surinam boksitdir, Ukraynada aliyunit. Demək, Arzum buyur. Burada temperatur il boyu demək olar ki, eynidir, yağıntı da boldur. Deməli burada ekvatorialdır. Bəli. Temperatur 20 ilə 30 arasında bəli, sabit şəkildə davam edir. Bax bu temperatur xəttidir. Yağıntılar da bütün aylarda düşür və 2000-dən yuxarıdır. Təbii ki, ekvatorialdır. Qırmızı sarı ferrarit olur. Həmişə yaşıl rütubətli meşələr. Bir də ki, qalxan havadır. Sağ ol. Hava yuxarı qalxanda soyuyub sıxılır, bulud yaradır da, düzdür? Enəndə isti və quraq hava şəraiti formalaşdırır, doğrudur. Yaxşı. 61-ci suala baxaq. Burada bir ad var yenə, adı tam qeyd olmayıb. Aisuella. Kimdir bu? Əlin qaldırmışdı. Deyəsən sildi əlin. Yaxşı. Çalışın öz adınızı yazın, müraciət edəndə görə bilim. Həm də dilin vərdişi versin. Sonra Ayşən, səni dindirmişəm. Müəllim. Buyur. Deməli, kartof və kətan istehsalına görə seçilir. Bu, yəqin ki, Polşa olacaq. Polşa neçənci rəqəm? 4-dür? 4. Aha. Maşın qayma məhsullarının ixracatına görə fərqlənir. Yəqin ki, Almaniyadır 3. Aha. Əkinçilik süni sığorma əsasında aparılır. Bu İspaniya olacaq. Bəli, Cənubi Avropa ölkələri Aralıq dəniz sahilləri isti və quraq ərazi olur yay aylarında. O səbəbdən subtropik. Doğrudur. Sonra qabarma elektrik stansiyaları bu da Lamanş idi də, düzdür? Lamanşda düzdür? D variantı da getdi. Cavab hansı oldu? Bunun cavabı hansı oldu? D oldu müəllim. D variantı. D variantı, bəli. Yaxşı, keçək. Demək, eyni uşaqlar əlin qaldırıb. Uşaqlar, digər uşaqlar da biraz aktivliyimizi qoruyaq. Firə, səndən soruşmuşam. Bəli, mənim soruşmusunuz. Aha. Mələk Hacıyeva. 62. Bəli, Mələk. Ölkə əhalисinin sayı 80 milyon nəfərdir. Bir ildə ölkədə doğulanların sayı 19 milyon nəfər, ölənlərin sayı isə 0,7 milyondur. Təbii artımı istəyirsə, doğulanların sayından ölənləri çıxacaq. O da oradasa eləyir 1,2. Aha. Onda 1000-ə bölürəm. Deməli, 80 milyona 1,2 milyon nəfər insan artıb. 1000 nəfərə nə qədər olacaq onda? X nəfər, düzdür? Bəli. Onda 1,2 milyon vurulsun 1000 bölünsün 80 milyon. 15 nəfər. Milyonlar ixtisar getdi, 15 eləyir. 15 bəli. Bəli. Sonra Onur buyur.
Meyvə-dağlıq inkişaf etmə və şərait yaradan amillər. Burada otlaq sahələrinin geniş yayılması, təbii yen bazasının olması və iqlim şəraitinin əlverişli olması. Aha. Digər yağıntıların ilin isti dövründə düşməsi, ucuz işçi qüvvəsi, bir də hamar relyef, rütubətli yağıntıların vahiddən çox olması. Bunlar müəyyən qədər bəziləri əkinçiliyə təsir göstərir, bəziləri isə digər sahələrə. Sonra rüfət. Verilən dərəcə toruna uyğun gecə-gündüzün adi növləşdiyi fəsillərdə müşahidə olunduğu ərazini müəyyən edin. Burada bizim Azərbaycan enliyinə uyğun olanlardan mən 1-3 A variantı. Doğrudur. Demək, həm dərəcə tornasının gecə-gündüz Mülayim. və fəsillərin adi müşahidə olunduğu, bəli, mülayimə uyğun gələnlərdir. Çünki fəsillər aydın seçilirsə, deməli, nə ekvatora yaxın deyil, dərəcə qiymətindən kiçik olmamalıdır bunlar kimi, nə də ki, böyük olmamalıdır. Bunlarda gecə-gündüzün növbələşməsi pozulur. Zemfira, buyur. 65-də dağ çəmən bitkilərinin geniş yayıldığı ərazilər, deməli, orada Qarabağ vulkanik ailəsi, bir də Murov dağı olacaq. Demək, doğrudur. Sonra Müjgan. Naviqasiya termini əsasən hansı nəqliyyat növünə aiddir? Bu da avtomobil. Əslində son dövrlərdə avtomobildə çox Nəqliyyat istifadə olunur. Amma su nəqliyyatı da əsas. Niyə görə? Çünki suda heç bir işarə, yol yoxdur axı. Yolu tapmaq üçün navigatordan istifadə edirlər əsas. Düzdür, gecə-gündüz gedirlər də yolla. Yəni su ilə hərəkət var. İlahə, buyur. Burada müəllim deyir ki, Xəzərin sahilində yerləşən inzibati rayonların şimaldan cənuba arıcıl sırası. Burada cavab A variantı olacaq. Xaçmaz, Seyəcən, Neftçala, Masallı. Aha, doğrudur. Digərlərinə ehtiyac varsa uşaqlar qeyd eləyən. Onların da niyə olmadığını qeyd eləyək. Sonra Türkay, buyur. Akkumulasiya presinin daha üstün olduğu relyef formaları. Burada 1-lə 3D variantı olacaq. Niyə? Qaçıq dağlarda baş verir. 1-lə 3. Burada 2-dən 4 olmaz. Akkumulasiya nə deməkdir Türkay? Ovalıqlar gedir. Akkumulasiya toplanma, yığılma demək. Toplanma, yığılma, bildinmi? Denudasiya isə nə? Parçalanma, dağılma. Əgər denudasiya soruşsaydı 1-lə 3 olacaqdı. İndi denudasiya soruşmur, akkumulasiya soruşur. Cavab olacaq 2-lə 4. Çökəkliklərdə suxurlar toplanır, yığılır. Ona görə görürsün, belgişdirik içəri çəkilənləri seçəsən, çökəkliyi olan. Çünki çökəklikdə səs suları daxili axır, meyilli içəriyə doğrudur. Akkumulasiya toplanma, yığılma deməkdir. Aygün, buyur. İştiraklanmış iqtisadi rayonların ümumi fiziki coğrafi əlamətlərini istəyir. Deməli, Bakıdır, Mərkəzi rayondur, bir də Naxçıvandır. Rütubətli əmsal vahiddən kiçikdir, 1 düzdür. Bunlar hamısı quraq ərazilərdir. Yəni 2 səhvdir. Bir də 6 da düzdür. Bir də 1, 4, 6 idi. Zəngin, torpaqları suvarmaya ehtiyacı var. Çünki quraqdır, bəli. Cavab 1, 4, 6-dır. Müəllim, 5-i niyə götürmədi? 5. İllik temperatur amplitudası çox yüksəkdir. Bu Naxçıvandadır. Yayı isti, qışı soyuq olur. Abşeronla Kür çökəkliyi mülayim olur qışda. Kəskin soyuq olmur da. Yay ilə qış arasında yəni Naxçıvan kimi kəskin bir fərq yaranmır. Aydındır? Azərbaycanda əsasən ən yüksək amplituda Naxçıvandadır. Yay çox isti, qışı çox soyuq olur. Amma Kür çökəkliyində yay isti olsa da qış mülayim keçir. Yəni qışda temperatur kəskin azalmır. Bu səbəbdən kontinentallıq nisbətən aşağı göstəriciyə malikdir. Sonra İsa, buyur. Müəllim, bir də arid denudasiyon Abşeronda, Naxçıvanda, bir də hardaydı? Aznahur, Ceylançöl. Bəli. Yəni bir səhv olar. Bayır-düşər Həkəriyə, Həkəri Araza, Arazda Kürə tökülür. Həkəri ilə Bəlküşatın yeri dəyişik olmalı. Yaxşı. İndi o birisini tapçıyla. Yüksək Ayrıçaya, Qanıq, Kür. Bu ola bilər. Deyək ki, bunu qoyduq plus. Sonra? Biləş olmaz. Necə? Biləş başqa yerdədir, bu olmaz. 3 olmaz. 3 olmaz. Bunu çıxdıq. Tərtər, Tovuz, Arpa. Tərtərdə Arpa çay qəsizdir, orada olmaz.
Olmaz. 1 ilə Orada 2 qalır. 1 ilə 2 idi. Burada düz idi. Aranda həkəri ilə də Bərkişadın Bərküşad yerində. çayı Həkəriyə tökülür. Bax, bu Həkəri çayı da Araza tökülür. Bərküşad onun qoludur. Bərküşadla Həkəri arasında yazı yaylası yerləşir. Bildim. Demək, o da gəlir Araza tökülür. Araz da gedir Kürə tökülür. Aydındır? Həkəri orada ən böyük çaydır. O Kiçik Qafqazın cənubi yamacından başlayıb Araza tökülənlər içərisində ən böyük çaydır. Bərküşad onun qoluydu elə. Cavab oldu hansı? 1-2 düzdür. 1-2. Bəli. Sonra demək kimi qeyd elədik? Müşcan buyur. Müşcan. Maksud buyur. Deyim mən. Maksud. Burada cavab Y olacaq. Çıxırıq bir-birindən. Demək, deyir ki, 1 litr suyun onun 50% qədər şirin su əlavə etsək duzluluğu nə qədər olar? Necə təyin eləyəsən? Hansını dedin? Bir dənə onu dedim. Y variantını deyirəm. Y variantı. 20 promil. Aha, necə təyin elədin? Elə 30 promili. Aha. Bax, deyək ki, 1 litr suda Müəllim tənasıbdır belə. 1 litr suda nə qədər duz var? 30 qram. Düzdürmü? İndi Bəli. 1 litr suyun 50% qədər ona şirin su əlavə etdin. O zaman suyun həcmi nə qədər oldu? 1.5. 1.5. İndi əvvəl 1 litr suyunda 30 qram duz var idi. İndi 1.5 litr suyunda 30 litr suyunda 30 qram duz var. Bu tərkibli, yəni bu tərkibli sudan 1 litrindən neçə qram duz əldə etmək mümkündür? 1,30-u bölürük 1,5-ə, o da 20 eləyir. 20 eləyəcək. Yəni bunun qaydası belədir ki, sadəcə ona görə yazdım ki, əlavə olaraq yəni suyu artırandan sonra qabağına eyni miqdarda duzu yazırsan. Niyə? Çünki şirin su əlavə olunub, duz əlavə olunmayıb. Duz elə həmin qabın daxilində eyni miqdardadır. Sadəcə şirin su əlavə edildiyindən 1.5-i hardan aldıq? axı deyir ki, suyun 50% qədər üzərinə su əlavə olunub. 1 litr su idi, içində 30 qram duz var idi, düzdür? 50% nə qədər eləyir? 1 litrin 50%. Yarım litr eləmir? 1,5. 1 litrin 50% yarım litr deyil. Bəli, müəllim. Aydın oldu, yoxsa yox? Bəli. 0,5 litr su əlavə elədik. İndi həmin qabın içində oldu 1,5 litr su, amma 30 qram duz elə olduğu kimi qalıb. Çünki biz ancaq şirin su əlavə etmişik. Duzun tərkibini dəyişdirməmişik. Bu tərkibli suyun 1 litrində nə qədər duz olar? X qram duz olar. Sonra 72-ci sual. Buyur. Burada elə biri götürürük. Dağlıq relyef üstünlük təşkil edir səhvdir, düzən relyef idi. Sonra ağır yük avtomobillərin istehsal olunur. Bu doğrudur. Hansı yük avtomobillər istehsal olunur burada? Kamazlar. Aha, Kamaz. Paytaxtda hansı şəhər idi bunun? Kazaklarca deyəsən. Kazan. Nə? Kazan. Kazaka haram paytaxtı idi? Albaniya idi. Atropatena. Yaxşı. Sonra davam elə. Sonra bir də altın götürə bilərik. Başqırdistan, Çuvaş və Xakasiya. Bax, bu Başqırdistanla Çuvaş, üstəgəl Tataristan, bunlar Şərqi Avropada yerləşir. Amma Xakasiya, Altay, bir də Tıva, ondan da əlavə Saxa, Yakutiya, bunlar dördü birlikdə Sibir regionundadır. Yəni Xakasiya bunlara yaxın deyil. Başqırtistan, Tataristan, Çuvaş üçü bir yerdədir. Tataristan hər ikisi ilə sərhəddir. Ona görə Xakasiyaya görə bu olmayacaq. Bəli. Demək, biri oldu 1, sonra dedin hansı? Birdən sonra. 4. 4. 4. İkini götürmürük. Düzən ərazi idi deyə. Bir də pampacılıq kənd təsərrüfatının aparıcı sahəsidir. Bu səhvdir. Rusiyada pambıq əkilmir, düzdürmü? Bəli, 3-ü götürürük. Bu da səhvdir onda. Onda 3-ü götürəcək. Çünki Avropa tərəf daha mülayimdir Rusiyada, daha əlverişlidir və sənaye sahələri daha yaxşı inkişaf edir. Buna görə Rusiya ərazisinin əksər hissəsi Ural dağlarından qərbdə Avropa tərəfdə yaşayır. Düzdür?
Aha. Lamiyə buyur. Sabahınız xeyir müəllim. Sabahın xeyir olsun. Buyur. Nisbi rütubətliyi 90% olan bir metr kubun havanın doyması üçün mən burada demişdik ki, 100-dən 90 çıxırıq. 10%imiz Çatışmır, çat düzdür? bəli. 10% Sonra bunun çatışmır. tənar 10%-i 1,5 desə, 100%-i x. Aha. Deyək ki, Evet, sonra havanın maksimum su saxlama qabiliyyəti bəli x qramdır. O zaman nə qədər olacaq? deyəsən 15 50-dir. 15 qram. Demək, burada 90% var, çatışmayan hissəsi 10%-dir. Deyir, havanın doyması üçün 1,5 qram su buxarı çatışmır. Deməli, həmin çatışmayan hissə 10%-dir. 10%-i 15 qram olan, 10%-i 1,5 qram olan ədədi tapacaq. Düzdür? Bəli. Əgər tam 15 qram olsa, bu hava tam şəkildə doymuş olacaq. Maqsud buyur. Yəni, burada deyək ki, fiziki coğrafi rayonların oxşar cəhdləri müəyyən edin. Aha. Bu bir Zaqatala Laxıcı, 2 də Qarabağdır. Bir Zaqatala Lahıc oldu, 2 də Qarabağ. Buyur indi. Kaynozoy erasının 4-cü dövrün süxurları ilə örtülmüşdür. Bu səhvdir və əsasən düzənliklərdə olmuşdur. Aha. Bu getdi ondan. Dağlar çıxırıq. Hı. Polimetal ehtiyatlarına malikdir. Bunu saxlayma və bunu tam dəqiq bilmirəm. Aha. Arid denudasiya prosesləri üstünlük təşkil edir. Bunu da çıxırıq. Bura quraq yerlər deyil. Çıxdıq bunları. Demək, 1 ilə 3-ü çıxmısan. Sonra? Sıx çay şəbəkəsinə malikdir. Bunu götürə bilərik. Niyə? Çaylar çoxdur da. Dağlıq ərazilərdə hava rütubətli, yəni yağıntı çox düşür ona görə. Və meyillilik də var, həm də yağıntı çoxdur. Deməli, çayın yaranması üçün 2 dənə əsas şərt tələb olunur. Yəni su və meyillilik. Su olsun və meyilli ərazidən axıb getsin. Doğru, dağlıqdır, həm də yağıntı çox düşür. Sonra? Maqmatik süxurlar üstünlük təşkil edir. Bu Qarabağda vardı. Onda bir də Şəki Zaqatala Laxıcıda da olacaqdı onda bu. Deyə bunu da işarələdik. Sonra? Əsasən mülayim isti və soyuq iqlim tipləri formalaşır. Burada Qarabağda burada şeydir, soyuq iqlimi yoxdur. Yox, qışı qıraşırsan soyuq iqlim var idi burada. Aha. İşarələyib. Bunu da götürək, yaxşı. Aha. Bir də başdan bax istəyirsən, sonra qərar verək tam şəkildə cavab. Polimetal ehtiyatlarına maliklərdir, onda bunlar. Bəli. Bu Kəlbəcərin şərq hissəsi düşür Qarabağa. Ağdərədə Mehmana yatağı var idi. Mehmana. Burada da Kastaqçay. Burada da Balakəndən. Bəli. Filizçay, Kastaqçay, Mazımçay, Katexçay yataqları var idi. Onda hansını götürmək lazım idi? Onda 2, 4, 6 olacaq da. 5-i çıxır. Bəli. 2, 4, 6, onda 5 çıxdıq. Sonra Aycun buyur. Kaliforniya, Yucatan bir də Timer'dır. Yucatan da o Meksikadakı adadır. Deməli, sahildə soyuq okean cərəyanı təsir edir. Bu Kaliforniyadır. Soyuq Kaliforniya cərəyanı təsir edir. Şimal qütb dairəsindən şimalda yerləşir. Timer'dadır. Bu belirtdi bunu. Rütubətli tropik iqlim vilayətində yerləşir. Bu Yucatandır. İsti cərəyanda keçir. Aha, C. Tayqa meşələri geniş yayılıb. Bu Timer'dır. Yenə D3-ə gedir. Aha. Bir də tropik səhra iqlim vilayəti. Bu Kaliforniyadır. Y variantı. Hər şey qaydasındadır. Bir dənə bax hələ. Məncə hə. Uşaqlar, sizcə hər şey qaydasında getdi? Müəllim, 3-ə deni götürməliyik. Necə? 3-ə deni götürmürük. Deni götürmürük, bəli. Niyə? Acun denən niyə? Arktikdədir ona görə. Bəli. Tundradır. Arktikdə idi, Arktikdə. Arktik səhradır. Tamam. 78 dərəcə şimaldadır. Orada iynəyarpaqlı meşə yaylanmaz. Çünki iynəyarpaqlı meşələr mülayimin şimal hissəsində yayılır. Yəni, gərək o subarktikdən də şimala keçib Arktik iqlim uşağında yayılır. O da ki, mümkün deyil. Arktik səhralar olur orada, buz səhralar. Yaxşı? Bəli. Oldu. Bu hissə tamam.